Salam hörmətli izləyicilər. Seyid Əli Çapıq bu şəxs Türkiyə vətəndaşıdır. 1889-cu ildə Türkiyədə anadan olub. 1909-cu ildə Osmanlı tərəfindən hərbi xidmətə çağırılıb və Balkan müharibəsində 1912-1913-cü illərdə xidmət eləyib. Bildiyiniz kimi bu müharibə başa çatdıqdan sonra 1-ci Dünya müharibəsi başladı. 1914-cü ildə bu müharibədə də Türkiyədə iştirak eləyirdi. Və belə ki, Türkiyənin bu müharibədə, yəni Osmanlının əsas vəzifəsi Qaradəniz boğazlarının müdafiəsi, onun deməli düşmən tərəfə keçməməsinin qarşısını almaq idi və böyük donanma olan İngilis-Fransız donanması da həmin boğazları ələ keçirmək istəyirdi və müəyyən olunmuş vaxtda 18 mart 1915-ci ildə həmin boğazda hücum başlandı. Bu vaxt deməli Seyid Əli Çapıq sahil artilleriyasında xidmət eləyirdi. Bu döyüş zamanı elə olur ki, Türklərin toplarından biri sıradan çıxır. Top özü işlək vəziyyətdə olsa da topun mərmisini topa qaldıran mexanizmi xarab olur. Yəni deməli toplardan atəş açmaq mümkün olmur. Bunu görən Seyid Əli Çapıq təxminən ağırlığı 275 kiloqram olan 240 millimetrlik topun mərmisini ardıcıl olaraq 3 mərmini topa qaldırıb yerləşdirir və bu atılan atəş nəticəsində Böyük Britaniyaya məxsus olan Quşen gəmisi batırılır. Müharibədən sonra ona onbaşı rütbəsi verilir və müharibədən bir gün sonra onu həmin mərmini deməli qucağına götürərək onun şəklini çəkmək istəsələr də Seyid Əli Çapıq heç o mərmini yerindən də tərpədə bilmir və ona sual verilir ki, nə oldu? Dedi, müharibə olsa, başlasa, mən həmin mərmini yenə də qaldıra bilərəm. Sosial şəbəkələrdə onun şəkli var, qucağında həmin mərmi. Bu əslində əsl mərmi deyil, taxtadan yonulmuş bir mərmidir. Beləliklə də 1-ci Dünya müharibəsi bitdikdən sonra o doğma kəndinə qayıdır. Bir müddət deməli meşəbəyə çalışır, kömür şaxtasında çalışır və 1939-cu ildə dünyasını dəyişir. Onun bu qəhrəmanlığı Türkiyədə əbədiləşdirilmişdi. Allah rəhmət eləsin, kanalıma abunə olmağı unutmayın.